Azərbaycanın geniş turizm potensialına malik Quba rayonu qədimliyi ilə yanaşı həm də milli mətbəxi və şirniyyatları ilə seçilir. Burada hazırlanan şirniyyatlar arasında Quba paxlavasının xüsusi yeri var. Dadından doymaq olmayan Quba paxlavasının hazırlaması prosesini xüsusi olaraq Azərtac üçün paxlavaçı Mətin Gülməmmədov nümayiş etdirib. 14 yaşından paxlava bişirməklə məşğul olan Mətin bu sənəti babasından öyrənib. Xüsusi dada malik bu paxlavanı hazırlamaq üçün əvvəlcə üyüdülmüş və şəkərlə qarışdırılmış qozdan ibarət içlik hazırlanır. Daha sonra tərkibi düyü unu və sudan ibarət yumşaq, maye halında xəmir hazırlanır və tort şəkilli yuxalar bişirilir. Bu yuxalara Qubalılar paxlava ərişdəsi deyirlər. Bişən ərişdələr üst-üstə yığılır. Ərişdələr siniyə yığılarkən bir neçə qatın arasına əvvəlcədən hazırlanmış içlik əlavə edilir. Bir sini paxlavanın hazırlanması üçün ölçüsündən asılı olaraq 20-dən 40-a dək ərişdə bişirmək lazımdır. Üst qata qırmızı rəngli boya sürtülür və paxlava romb şəklində kiçik hissələrə kəsilir. Sonra hər bir hissənin ortasına qoz ləpələri yerləşdirilir. Sininin üstü qapaqla örtülür və paxlava bişmək üçün xüsusi sobaya qoyulur. Paxlava təxminən 20 dəqiqə bişdikdən sonra üstünə su, şəkər və müxtəlif ədviyyatlardan hazırlanmış şərbət süzülür. Bir neçə saat şirəni canına çəkən paxlava yumşalır və yeməyə hazır olur. Quba şəhərinin demək olar bütün küçələrində paxlava sexlərinə rast gəlmək mümkündür. Qış aylarında paxlavaya tələbat daha da artır. Quba paxlavasının orta ölçülü bir sinisi 30-35 manata satılır. Rayona gələn turistlər mütləq Quba paxlavasının dadına baxırlar.